Mən sualları düzgün verməyə çalışıram, amma digərləri də bu sualları düzgün verməyə çağırıram, motivasiya edirəm. Vergül. Eyni zamanda mənim məsuliyyətim ondan ibarətdir ki, həmin sualları düzgün cavablandırılmasını təmin edim. İş orasındadır ki, sözü gedən suallar toplusunu iki cür cavablandıra bilərik. Birinci üsul tarixdən bəri bizə qalan üsuldur, dədə-baba üsulu deyə bilərik. Mən digər də ad düşünmüşəm onun üçün. Subyektiv fikir, təcrübəyə istinad edən fikir. Yəni, bu cür cavablarda adətən dəstəkləyicici arqumentlər gəlir ki, mənim təcrübəm var, mən 10 ildir satışdayam, 15 ildir marketinqdəyəm, ona görə bu sualın cavabı A-dır, B-dir, C-dir və s. Data analitik isə buna qarşı çıxan tərəfdir. Deyir ki, bu sualın cavabı A-dır, B-dir deyil, B-dir, çünki bizim məlumatımız, təhlilimiz buna siqnal verir.